bugünkü görüşdən də fürsətdən istifadə edib Məkkə barədə, Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin başına gələn Məkkədəki hadisələr və İbrahim aleyhissalamın Məkkə barədə başına gələn hadisələr barədə qısa da olsa sizlərə məlumat vermək istəyirəm. Demək, bu yer niyə görə bu qədər insanlara sevimlidir? Bu yer niyə görə müsəlmanlara bu qədər əzizdir? Və niyə görə Allah Subhanahu Taala'ya yer üzündə ən sevimli olan bir torpaqdır? Çünki Allah Subhanahu Taala yeri göyü yaratmamışdan öncə, yerlər və səmalar yaranmazdan öncə, 50 min il öncə Allah Subhanahu Taala Levh-i Məhfuzda bu bölgəni haram olaraq yazmışdır. Yəni, yer yaranmadan öncə Allah Subhanahu Taala Məkkə şəhərin, o vaxt buna Məkkə şəhər deyilmirdi, Məkkə Buqa deyilir, yəni Məkkə vadisi. Məkkə adlanan bir yer, torpaq, Allah Taala'nın dərgahında artıq haram olaraq yazılmışdır. Haram o mənanı verir ki, ehtiramı vacib eləyən. Və yaxud da başqa sözlə desək, başqa yerlərdə halal olan şeylərin məhz burada haram olması. Necə ki, haram aylar var, başqa vaxt haram olan şey, halal olan şey o ayda haramdır. Namazın içində təkbiratül ehram deyirik, ilk təkbir, ehram, haram təkbir. Niyə görə? Çünki başqa vaxt bizə halal olan şey namazda haramdır. Yemək, içmək, danışmaq, gülmək, başqa hərəkətlər və s. Beləcə də bu torpaq, başqa yerlərdə icazəli olan şeylər bu torpaqda haramdır. Bu da bu torpağın Allaha olan əzizliyindən, hörmətindən dolayı Allah Taala'nın qoyduğu bir qanun. Məsələn, bu yerdə ağac qırmaq olmaz, bu yerdə müharibə eləmək olmaz, bu yerdə ov eləmək olmaz, ağacların, budağın, yarpağın qırmaq olmaz. Hətta yerdə tapılan bir şeyi, görürsən yerdə bir şey qalıb, sahibi yoxdur, başqa yerdə onu götürə bilərsən. Götürüb sahibini axtara bilərsən, özündə saxlaya bilərsən bir müddət, lazım olan yerlərə çatdıra bilərsən. Lakin burada yox. Burada orada da buraxmalısan. Görün, nə qədər əminaman olaraq qorunulası vacib olan bir şeydir. Bax, o günləri mən eynəyimi itirmişdim, bilirdim ki, tapacam. Çünki niyə görə? Bura elə bir yerdir ki, indi düz deyək, burada namərd insanlar gələ bilir, burada da oğruq edə bilir filan. Amma bura elə bir yerdir ki, burada bir şeyin itməsi belə ehtimal olunmur. O səndən haradasa düşübsə, əgər müsəlmanlar İslam'a rəayət edirsə, Allahdan qorxursa, haramın, Allah Taala'nın qoyduğu qayda qanunlara rəayət edirlərsə, hətta itirdiyin bir şeyi sən qayıdıb yerində görməlisən. Əgər müsəlmanlar bu əhkamları bilirlərsə. Çünki belə bir əminaman yerdir. Yeganə yerdir ki, burada heç kim qorxmur. Yeganə yerdir ki, burada insan hamını özü ilə eyni əhəm fikir bilir. Hamını dost, qardaş, mehriban bilir. Niyə görə? Çünki bu yer müqəddəs bir yerdir. Və yer üzündə Allaha ən sevimli olan bir yerdir. Və Allah Subhanahu Taala bu yerlə ilk olaraq İbrahim Peyğəmbəri imtihana çəkib. Və sonra Muhammed sallallahu aleyhi ve sellem imtihana çəkib. Ağır imtihanlara çəkib. Bu yerin fəziləti o qədər böyüdür ki, burada gələn imtihanlar da asan olmur. Burada gələn imtihanlar da çətin olub. İbrahim Peyğəmbər indiki Suriya ərazisində, Şam, Fələstin torpaqlarında yaşayırdı. Və İbrahim Peyğəmbərin zövcəsi Sara idi. Və onun bir Həcər adında kənizi də var idi. Və bunların heç birindən İbrahimin uşağı olmurdu. Və uzun illər keçəndən sonra ki, artıq İbrahim Peyğəmbər artıq ata olmaqdan ümidini də özmüşdü. Allah Taala onu mələkləri göndərərək müjdəliyir. Və onu oğulla müjdəliyir. Lakin oğul kimdən gəlir? Həzərdən. Və oğul kənizdən gəldiyinə görə zövcəsi Sara başlayır qısqanmağa. Və Saraya ağır gəlir ki, bu zadəgən bir xanım olmasına baxmayaraq, İbrahim Peyğəmbərə evlad, hansı ki Peyğəmbərlərin evladları o vaxtlar Peyğəmbər varisləri sayılırdı. Bir dənə Məhəmməd sallallahu aleyhi ve sellemin Peyğəmbərliyinə xitam verilməsi, hətta onun hikmətlərindən ki, onun oğlanları uşaq vaxtı dünyasını dəyişdi. Hətta görürsən, bəzi bu günlər onun əhl-i beytin olan insanları belə az qalan insanlar Peyğəmbəri ilahlıq versinlər. Lakin Allah Subhanahu Taala onun evladların sağ ikən, körpə ikən, üzr istəyirəm, dünyadan köçürtdü. 3 evladı olur. Qasim, Abdullah, İbrahim. Demək, İbrahim Peyğəmbər əziyyət çəkir Saranın qısqanclığından. Və bunun hamısında Allahın bir hikməti var. Hamısında. Və qadınların qısqanclığı da Allahın onlara qoyduğu fitri bir hissdir. Və o hiss həmişə qadın varsa o hiss olacaq qadında. Qısqanacaqlar. Və başlayır qısqanmağa. İbrahim Peyğəmbər bundan əziyyət çəkir. Və burada lakin Allah Taala'nın gizlin hikmətləri işləyir burada. Allah Taala əmr eləyir ki, götürsün Həcəri
gətirsin Məkkədə, buraxsın, getsin. Məkkədə Kəbə, yeri gəlmişkən deyim ki, insan yaranmamışdan öncə mələklər tərəfindən bina edilmiş bir məbəddir. Və Kəbənin tuşunda səmada da bir məbəd var. Onun adı nədir? Beytül Mə'mur. O mələklərin məbədidir. Orada mələklər ibadət edir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, əgər o qopub yerə düşsə, düz Kəbənin üzərinə düşər. Yəni sırf onun paralelindədir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, gündə ora 70.000 mələk girir, ibadət eləyir, çıxır və bir daha geri dönmür. Görün mələklərin sayı nə qədərdir. Və yerdə də Allah Teala eyni vaxtda Kəbəni inşa elətdirib mələklərə. Sadəcə İbrahim Peyğəmbər, üzr istəyirəm, Adəm Peyğəmbər bəzi rivayətlərə görə gəlir orada Havva ilə görüşür, orada tövbə istiğfar eləyirlər, orada ibadətlərini orada eləyiblər. Bir çox Peyğəmbərlər orada gəliblər, ibadət eləyiblər. Yəni insan yaradanda artıq insanın məbədi olub. Bu da onu göstərir ki, insanın həmişə məbədə ehtiyacı var. Məbəd nədir? İbadət olunan yer. Məbud nədir? İbadət olunan. Abid nədir? İbadət eləyən. Yəni daima məbud var, məbəd var və abid var. Və Allah Teala insanın buna ehtiyac duyduğu şey olduğuna görə insan yaranmamışdan öncə bunu qoyub olsun. Sonra Peyğəmbər sallallahu əleyhi və səlləm Mədinəyə hicrət eləyəndə ilk gördüyü iş nə oldu? Özü yerləşməmiş, yerbəyer olmamış Quba məscidini tikdi Mədinənin girişində. Sonra gəldi Mədinəyə, orada Məscid-i Nəbəvini tikdi. Bu göstərir ki, yəni insanın ehtiyacı var. Məscid olan yerdə müsəlman ictimaiyyəti möhkəmləşir və insanlar ibadəti cəmaət şəklində eləyəndə olan ibadətlər daha bərəkətli olur və elədikləri dualar, ehtiyaclar Allah dərgahında daha tez qəbul olurlar. Və İbrahim Peyğəmbər gətirir Həcəri, buraxır Məkkənin yaxınlığı, Məkkə şəhərinin içində Kəbənin yaxınlığında. Bu günlər biz Səfa Mərvə arasında qaçdığa, niyə qaçırdıq orada? Həcər əleyhəssalamın elədiyi bir ibadəti, elədiyi bir hərəkəti biz ibadət olaraq təkrarlayırdıq ki, o hissləri biz də yaşayaq. Bu bir dinimizin ağır rituallarındandır ki, insan o anları keçirsin. Niyə görə? Burada böyük bir təvəkkül var. Böyük bir təvəkkül var. Biz bugün balaca bir çətinliyə düşəndə bilmirik necə təvəkkül eləyək. Bu dərsi Allah Teala bizə verir ki, görün o qadın qucağında süt əmər uşaqla necə təvəkkül eləmiş. Nədir onun təvəkkülü? İbrahim Peyğəmbər gəlir, heç nə danışmır. Gəlir, Həcəri qoyur, Kəbənin yaxınlığında, səhrada, necə Quran-ı Kərimdə gəlir, heç bir əkin biçin olmayan quraqlıq bir bölgədə. Qoyur, üzün çevirir, gedir. Təvəkkülə bax, ha, kişinin təvəkkülü və xanımının təvəkkülü. Və gedəndə Həcər arxadan çağırır. Deyir, ey İbrahim, bizi burada mı qoyub gedirsən? İbrahim Peyğəmbər cavab vermir. Niyə görə cavab vermir? Kim deyər? Çünki sual dünyavi sualdır. Nəfsi sualdır. Nəfsinə görə soruşur. Uşağına görə soruşur. Heç də demir ki, çünki Allahın əmridir. Allahın əmri də arxayındır, qoyur gedir. Həcər yenə soruşur. Deyir, ey İbrahim, bizi burada mı qoyub gedirsən? Yəni burada su yox, işıq yox, qaz yox, bizim dildə desik. Həyat resurslarından, havadan başqa heç nə yoxdur. Deyir, bizi burada qoyub gedirsən? İbrahim Peyğəmbər yenə cavab vermir. Üçüncüdə deyir ki, artıq o da başa düşür ki, sualı düzgün vermək lazımdır. Çünki bu İbrahim Peyğəmbər də sıradan insan deyil. Deyir ki, ey İbrahim, sənə Rəbbim mi əmr elədi bizi burada qoyub getməyə? Çönür, deyir ki, bəli. Deyir, o zaman get, o Allah bizə bəs eləyəcək. Rəbbimiz bizə yetər. İndi baxın, eyni zamanda ərin təvəkkülü, xanımının təvəkkülü, körpə də zaten heç bir şey bilməyən, instinktləri ilə yaşayan uşaqdır ki, zaten su istəyir, onun maraqlı deyil. Bura niyə gəlib, hardan gəlib, kimlə gəlib. Onu bir dəqiqə düşündürən su içməsi, süt içməsidir uşağın. Və Həcər də öz növbəsində Allaha təvəkkülün yerində eləyir. Bilir ki, Allahın əmridirsə, Allah bunları tək qoymaz. Və İbrahim Peyğəmbər çıxır gedir. Çıxır gedir, arxayındır ki, ona əmr eləyən Allah, onları orada buraxmasını əmr eləyən Allah, onları saxlayacaq, qoruyacaq. Ancaq səbəb olaraq, real səbəb olaraq heç nə yoxdur. Baxmayaraq, bu dünya səbəblər dünyasıdır. Allah Teala bu dünyada çox şey səbəblərə bağlayıb. Lakin bəzən Allah Teala öz peyğəmbərlərin, övliyaların, salih qulların kəramətlərindən və yaxud da möcüzələrindən dolayı dünyanın fiziki qanunlarını onlar üçün dəyişir. Və burada da həmin o qanunlardan biri baş verir.
Yani hayata lazım olan şeylerden hiçbir şey olmadığı halde insan burada yaşamalıdır. Normalde mümkün değil. Bəzi sənədli verilişlər var. Baxın, insanlar səhraya düşəndə necə eləyirlər ki, ölməsinlər. Bax, hələ indiki sivilizasiyanın bu zamanında hansısa bir ərəb, Saudiyalı ərəb ailəsi ilə maşınla çıxır piknik eləməyə, səhraya çıxır. Ya yolu azırlar, ya maşının yanacağı qutarır, orada da ölüb qalırlar. Yavaş-yavaş suları qutarır filan, ölüb bitir gedir. Belədir, yəni səhranın təbiəti budur. Səhra amansızdır. Lakin buna baxmayaraq, Həzər anamız deyir ki, ged, Allah bizə yetər. Və İsmail ged-gedə başlayır ağlamağa, acıyır, anası da südü yoxdur ona verir. Ana su içsə ki, süd verir uşağına. Və İsmail ağlayır, Həzər bilmir neynəsin, qaçır çıxır Səfa dağın başına. Onda Səfa dağı indi bizim gördüyümüz kimi belə balaca simvolik bir şey qalmayıb, yox. Böyük bir dağ idi, böyük deyəndə bir təpəcik idi. Qalxır, çıxır başına, boylanır ki, görsün bəlkə bir keçən olar sağdan, soldan. Gör, heç kim yoxdur. Qayıdır, gəlir, qaçır Mərva dağının üzərinə. Sonra oradan baxır. Bizim bu qaçmağımız həmin onu təkrarlamağımızdır. Çıxır, ora baxır. Sonra düşür, təzdən Safaya qayıdır, təzdən Marvaya qayıdır. 7 dəfə belə qaçır. Axırda yorulur, taqətdən kəsilir. Gəlir İsmail, yəni İsmail özü ilə gəzdirmir ki, özün gücü çatsın, qaça bilsin. İsmaili yerə qoyur. Axırıncı qaçışından sonra gəlir Mərvadan Safaya tərəf gedədə İsmailin yanına çatır. Oturur, görür ki, İsmail dabanı ilə quma belə vurub, yerdən başlayır su çıxmağa. Yerdən su çıxmağa Həzər anamız sevinir. Sevinir və həm də qorxur. Nədən qorxur? Su birdən tükənər. Səhradır da ac qumdur. Bir damcı yerdən su çıxır. Və başlayır qumu belə-belə topalamağa ki, suyun qabağını alsın ki, su axmasın. Böyle zəmzəm sözü oradan götürülüb. Onların dilində, İbri dilində dur deməkdir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir, Həcər deyir, əgər deyir, zəmzəmə dur deməsəydi, Məkkənin ortası ilə axan bir çay olacaqdı. Lakin quyu halına gəlir. Bu da hamısı Allahın qədəridir. Və başlayır o sudan içməyə, uşağın içizdirir və başlayır orada yaşamağa. Və zəmzəm yeganə dünyada sudur ki, bütün qidanı əvəz eləyir. İnsan təkcə zəmzəm su içməklə çörək, ət olmadan da yaşaya bilir. Və başlayırlar bunu içməyə və Həcər özü də onunla qidalanır, İsmaili də onunla qidalandırır və başlayırlar orada məskunlaşıb yaşamağa. Və bir müddət keçəndən sonra Yəməndən bir qəbilə keçir, Karvan qəbiləsi, ticarət qəbiləsi. Onlar da həmişə ərəblərin adətində var idi. Kimin oradan yolu düşürsə gəlib Kəbəni ziyarət eləyirdi. Və lakin ötəri, çünki bilirlər ki, orada dayanmaq olmaz, təhlükəlidir orada dayanmaq. Çünki su tükənə bilər. Və onlar gəlirlər, görürlər ki, burada su çıxır. Və həmişə onların keçdiyi yoldur. Və deyirlər ki, buradan su necə çıxdı? Təəccüblənirlər və Həcər onlara hadisəni danışır filan. Və ondan sonra başlayırlar onlar orada kök salmağa, yaşamağa orada. Və yaşayırlar orada və həmin o qəbilədən də İsmail onlardan olan bir qızı alır. Və beləcə Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin də soyu İsmail aleyhisselamdan gəlir və burada ərəb qəbiləsi elə başlayıb kök salmağa. Yeri gəlmişkən deyim ki, ərəblər iki qismə bölünür. Var ərəb bədiyə, bir də var ərəb müstəərəbə. Ərəb bədiyə haqqında heç bir məlumat yoxdur, illa ki, qədim səmavi kitablarda gələn bəzi hadisələrdən başqa. Məsələn, Ad qövmü, Səmud qövmü, yansı ki, onlar Yemən, Ölü dəniz sahillərində və s. bu kimi yerlərdə yaşayıblar. Əsl kök ərəblər olardı, onlar yox olub gediblər. Sonra Yəməndən bəzi tayfalardan ki, qalıb və gəlirlər burada İsmail Peyğəmbərlə evlənirlər filan. Və sonra başlayıb bu zonadakı, indiki körfəzdəki ərəblər həmin o Yəmən qəbiləsindən törüyor. Ona görə ki, bugünkü ərəblərin atası Yəmənlilərdir. Bəni Qaxtan və s. bu kimi bəzi qədim qəbilələr var ki, buradakı ərəblərin kökü oradan gəlir. Və İsmail Peyğəmbər başlayır burada yaşamağa, böyüməyə. Arada bir də İbrahim Aleyhisselam gəlir bunları ziyarət eləməyə. Sonra Allah Teala Saradan İbrahimə İshaqı bəxş eləyir. İshaqı bəxş eləyir. Oradan da onların gözünü elə də aydın eləyir. Saranın da gözünü aydın eləyir. Bu var da bilirsiniz, Quran-ı Kərimdə ayətlər var, mələklər gəlir, müjdəliyir və onlar sevinirlər və s. bu hadisələrlə. Demək, İsmail böyüyür. Ömrünün
ən gözəl yetkinlik çağlarına çatır. Belə deyək, 14-15 yaşına çatır. Və İbrahim Peyğəmbərdə insan təsəvvür elə uşağın istəyir. Bu təbii bir Allah Taala'nın içinə qoyduğu bir hissiyatdır. Və təsəvvür ki, neçə ildən sonra olan bir uşaq və İsmail kimi bir uşaq və gözlənilir ki, bu da Allahın nəbisi olacaq. Lakin buna baxmayaraq, İbrahim Peyğəmbər bütün bu həsrətlərə, şövqə dayanaraq onu səhranın ortasında qoyur gedir. Sonra qayıdır, gəlir oğlunun yanına, gəlir tez-tez baş çəkir, ziyarət eləyir falan, bəzi rivayətlər var bu barədə. Və bir dəfə də İbrahim Peyğəmbər burada olanda Allah Taala vəhy eləyir İbrahimə ki, oğlun qurban kəssin. İndi təsəvvür edin, ikinci daha ondan da ağır bir imtihan gəlir. Sən əlvə dəmir iti bir bıçağı almalısan, o cür nə sevdiyin, göz bəbəyin olan, gözün ağı qarası olan evladını, onu incə dərsin, kəsib qanın tökməlisən, Allah yolunda qurban eləməlisən. Ağır şeylərdir, biz bunları həmişə eşitmişik, danışırıq. Amma insan real başına gəlsə, çox ağır. Bu günlər insan bir dənə qoyun alıb kəsməyə yeri gəlmir ki, mən 400-500 manat verib qoyun alıb kəsim. Borcum var, cürəbəcür bəhanələrlə qaçırlar. Amma İbrahim Peyğəmbəri Allah Teala niyə görə imtihan elədi? Allah Teala İbrahim İsmaillə orada. Çünki Allah Teala İbrahimi özünə xəlil götürmüşdü. Xəlil xullə sözündəndir. Saflaşdırmış, seçilmiş, bu kimi mənaları verir. Allah Teala İbrahimi özünə xəlil götürmüşdü. Xəlilullahdır İbrahim. Onun başqa peyğəmbərlərdən üstünlüyü budur ki, o Xəlilullahdır. Allah Teala görür ki, İbrahimin qəlbi İsmailə çox bağlanır. Və Allahla arasında olan xəlilliyə ortada girən var. Nəsə gəlir, o sevgini azalda bilər. O sevgini zədəliyə bilər. Xəlillik belədir ki, orada başqa bir şey olmamalıdır. Orada sırf həmin o iki sevgi. Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Deyir, əgər mənə icazə verilsiydi, özünə xəlil götür, Əbu Bəkiri götürərdim. Lakin deyir, o mənim qardaşımdır. Əbu Bəkir gör necə sevirdi. Deyir, insanlar üçün ən çox sevdiyim Əbu Bəkirdir, qızlardan da Ayşədir. Amma götürmürdü xəlil. Niyə görə götürmürdü? Çünki xəlili Allah idi. Bizim Peyğəmbər də Xəlilullahdır. Hətta İbrahimdən də üstün Xəlilullahdır. Götürmürdü. Deyir, Əbu Bəkiri götürərdim, götürmürdü, o mənim müsəlman qardaşımdır. Xəlillik başqa bir statusdur. Dostluğun, yaxınlığın ən üstün mərtəbəsidir. Ərəb dilində başqa sinonimləri var. Dostluğun, sadiq, zəmil, nə bilim, cürəbədir, sahib və s. Lakin xəlil başqa bir şeydir. Bizdə dilləri can dostu, can qardaşdır. Buna oxşar bir şeylərdir. Allah Teala istəyir ki, İbrahimin qəlbində o xəlilliyi qoruyaraq İsmail'e olan sevgini çıxartsın, saxlasın yerində. Yəni bir ata-oğul sevgisi kimi saxlasın, girməsin o xəlilliyə. Ona görə də əmr edir ki, ona apar qurban kəs. İndi İbrahim o xəlilliyi ya qorumalıdır, ya itirməlidir burada. Ya qorumalıdır İsmail'i qurban kəsməklə, ya da itirməlidir Allah'a asi olmağı ilə bu imtihanda. Lakin İbrahim Peyğəmbər ola bilməz ki, Allah'a asi olsun. O Rasulullahdır. Və Allahın xəlilidir. Allah Teala onu xəlil seçib. Allah əzəldən verir ki, İbrahim hansı mövqeyə alacaq bu kimi çıxılmaz vəziyyətlərdə. Və götürür oğlun, gəlir birinci oğlunun yanına. Deyir, oğlum, yuxuda görmüşəm ki, səni qurban kəsirəm. Və oğlu artıq bilir ki, Peyğəmbərlərin yuxuları bir vəhidir. Və atası da onu elə belə şey yerə deməz. Gör, Sübhanallah, 14-15 yaşında uşağın aldığı mövqeyə var. Deyir ki, atacan, sənə nə əmr olunursa onu yerinə yetir və sözsüz ki, məni də səbr eləyənlərdən görəsən. İndi o cür ata-ın anan belə də oğlu olmalıdır da. Ot kökü üstündə bitər. Necə ki, onlar Məkkədə qoyub gedəndə anası o mövqeyi aldı, atası bu mövqeyi aldı. İsmail də nə olmalıdır ki? Deyir ki, atacan, sənə əmr olunanı yerinə yetir, sözsüz ki, məni səbr eləyənlərdən görəsən. Ondan nə İbrahim bilmirdi ki, bıçaq kəsməyəcək, o fiziki qanun dəyişiləcək yer üzündə. Nə də oğlu İsmail bilmirdi, qeybi bilən Allahdır. Bilsiyirlər zaten bu imtihan sayılmaz. İndi Həcər neyinir? Ana uşağın göndərir ki, apar kəskinə. Bu günləri hansısa ananın uşağı hərbi xidmətə gedəndə yarı canı qalır yanında, az qalır ki, gündə geçsin, gündə danışsın ki, nə də oğlum hərbi xidmətdədir. Və yaxud da haradasa bir çətinlikdədir. Ana neyniyir? Biz necə ki, o qurbanlıq qoyunu xınalayırıq, bəziyirik, lent bağlayırıq ki, bəzəkli olsun, götürür, oğlun ətirləyir, bəziyir, ən gözəl paltarını geyindirir ki, Allah üçün qurban kəsilməyə gedir. Və İbrahim Peyğəmbər də götürür, gedir oğlun kəsməyə. Yolda şeytan çıxır, vəsvəsə eləyir.
Daş atır. Bax, bugün həcilər gəlir, o şeytana daş atılan yer var ha. Gəlirlər, orada başlayır daş atır şeytana. 3 dəfə şeytan qabağından çıxır, üçündə də daş atır şeytana. Şeytanın lənətlənmiş, qovulmuş şeytanın şərrindən Allaha sığınaraq onu daşlayır, yoluna daş. Şeytan qorxub vəsvəsə eləyir. Deyir ki, hara geçsən sən? Uşağı kəsməyə geçsən? Neçə illərdən sonra bu yaşda sənə uşaq gəldi, nə yaparsan onu kəsməyə? İbrahim Peyğəmbər daş atır, qovuluyur. İbrahimin neçə yaşı olur? Uşağı elə olanda, məncə 60-70 arası olur. Belə yaşlı olur. 60-70'lər civarında olur. Amma o vaxtki insanlar 60-70 yaşı, bugünkü bizim 60-70 yaşında kimi insanlar kimi olmurlar da, nisbətən taqətli olurlar. Və axırda gətirir, burada bir dağ var, həmin o dağın üzərinə qalxırlar. Dağın üzərinə qalxırlar, orada uzadır daşın üzərinə. Daşın üzərinə götürür kəsməyə olur. Və götürür bıçağı. Yəni, ən son ana qədər Allah Teala buraxır İbrahimi öz başına ki, çünki bu imtihandan çıxmalısan da sən. Və götürür, hətta bıçağı qoyur oğlunun boğazına kəsməyə. Subhanallah, bıçağı çəkir, bıçaq kəsmir. Bəyək deyirdim, o fiziki qanunları Allah dəyişir. Bıçaq adəti nədir? Dəmirin adəti kəsmək, dəmir taxtanı kəsir. Gəl gör günən ki, İsmailin dərisi nədir ki, ipəkdir. İpəyə vurur, kəsmir. Və götürür, bir də vurur, kəsmir. Bəzi rivayətdə gəlir ki, hissənir, çırpır bıçağı yerə, bıçaq qayanı parçalayır. Və İbrahim Peyğəmbər oturur belə, sanki işi alınmamış kimi. Oturur, bu dəmdə Allah Subhanahu Taala göydən bir qoyun nazil eləyir. Və deyir ki, artıq sən yuxunu doğrultdun. Doğrultdun və artıq orada Allah Subhanahu Taala İbrahimi müjdələyir həmin o qurbanlıq qoyundan və həmin o qurbanlıq qoyunu ki, bu illəri biz onun adını İsmail qurbanı olaraq hər il Zilhiccə ayının 10-unda və yaxud da təşrik günlərində onu biz kəsirik. Həcilər gəlir, burada kəsirlər qurbangahda və Allah Teala onun şənini o qədər ucaltdı ki, həmin o hadisə bütün müsəlman ümmətinin ritualı olaraq qiyamətə qədər davam eləyəcək. Çünki imtihan elə belə imtihandır. Bir imtihan böyüdüsə, o mükafatı da böyük olur. Elə bir imtihandan sahabə qadınlar nəyin olmuşlar o fəzilətin sahibləri? Oğlanların geyindirib Peyğəmbərə qoşub cihada göndərirlər. Hələ cihadda sağ da qayıtmaq ehtimalı var. Amma burada bir mənalı kəsilməyə gedir düşər. Və Allah Teala onların şənini ucaltdı. Onlar barədə qiyamətə qədər tilavət olunan ən mübarək kitabda mübarək ayətlər nazil elədi Allah Subhanahu Teala ki, biz həmişə onları xoş şeylə anırıq. Və biz gəlirik burada həmin o ibadəti eləyib, onların o elədiyi o hərəkətləri sadəcə biz ritual olaraq eləyirik. Biz onu simvolik olaraq eləyirik, onların əməlini təkrarlayırıq. O bu boyda savab qazanırıq. Həcilər gəlir, gedir, anadan olan kimi əməl dəftərləri təzələnir. Hansı ki bir şey təkrar eləyirlər, amma onlar onu real olaraq yaşayırlar. Bu günləri biz ümriyə gəlib gedirik, günahlar təmizlənir inşallah ki. Hansı ki biz onu təkrarlayırıq. Bizim başımıza gəlməyən imtihandır o. Gör Allah Subhanahu Taala onları gör haraz yüksəldib. Hansı ki onların əməlini təkrarlayanlara bu boyda savab yazılırsa, indi gör onlara nə savab yazdım. Ona görə onlar bu günləri dillər əzbəridir. Sabah da qiyamətə qədər dillər əzbəri olaraq qalacaqlar. Və şənlərinə tərif deyilir. Üzərlərinə Allahdan salavat, salam dilənir. Onlar üçün xeyir dualar oxunur. Təsəvvür edib Məhəmməd Peyğəmbər sallallahu əleyhi və səlləmin ümməti hər namazda istər fərz olsun, istər nafilə olsun, namazın vacibatındandır. Deyərsən ki, kəmə bərəkdə alə İbrahim. İbrahimə bərəkət verdiyin kimi. Subhanallah. İbrahimin ailəsinə bərəkət verdiyin kimi biz onu anırıq, namazımızda oxuyuruq. Elə bir şey ki, mübarək bir ailə idi o. İndi bax, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. İbrahim Peyğəmbər nə qədər dualar eləyir. Quran-ı Kərimdə bu barədə çoxlu ayətlər var. Vaxt olsaydı onları oxuyardım sizə. Məsələn, onlardan biri İbrahim Peyğəmbər qoyub gedəndə dua eləyir. Deyir, Allahım, bu bələdi, bu bəldəni, bu diyarı əminamanlıq bir yer elə və bunun əhlinə ruzi ver. Baxın, görün burada əminamanlıq necədir? Daima burada əminamanlığıdır. Daima. İbrahimin duasıdır. Və deyir ki, ruzi ver. Bax, burada heç şey yoxdur, düzdür, amma hər şey var.
Biz burada marketlerde elə meyvələr alıb yeyirik ki, bizim ölkəmizdə o yoxdur. Burada da zaten bitən deyil. Amma dünyanın hər yerindən bura ruzi gəlir. Subhanallah. İbrahimin duası. Bax, bu özü bir möcüzədir. Vallahi ki, o ateistlər var ha. Bir ağılların başlarına topalayıb, bir dəfə gələrlər bura, oturarlar buranın bir aurasına, abu-havasına baxalar. Quran-ı Kərimdə Məkkə barədə nazil olan ayələrə baxalar. Vallahi ki, əgər o inatkar, yəni bilərəkdən qaçmırsa da, sadəcə şübhəyə düşüb ateist olubsa, vallahi ki, o İslam'a gələcək. Hələ burada şəhadət gətirib, və yaxud da bu hadisələri görüb eşidib İslam'ı qəbul edir. Baxmayaraq, bura müsəlmanların girməsi yalnız icazəlidir. Amma bəzi şeylər var ki, insan onu görməsə mümkündür, və yaxud da görəndə dərk eləməmək mümkündür, əgər ağıl sahibidirsə, əgər həqiqətən düşünən insandırsa. Ya ümumiyyətlə inatkardır, elə cəhənnəmə gedmək istəyirsə, onu da öldürəsən də elə o şey deyir. Deyir, onlar qorxutsan da, qorxutmasan da eyni şeydir. Bir qardaşa danışıram. Deyirəm, necə bunlar Allah'ı dana bilərlər ki, bu boyda zəvvarı olan Allah danıla bilər. Dünyanın hər yerindən bura zəvvarlar gəlir, Allah'a ibadət eləsin. Onun şəninə təriflər desin, onu uca tutsun. Sonra İbrahim Peyğəmbər dua eləyir, deyir ki, Allah'ın buranın əhlinə ruzi ver. Alimlər deyir ki, Allah Teala birinci əminamanlığı istədi, sonra ruzi istədi. Çünki əminamanlıq olmayan yerdə ruzi ola bilməz. Ruzi əminamanlığa bağlıdır. Bax, bu günlərdə, indi belə deyək də, modern bir zamanədə bir yaşayırıq. Şirkətlər, şəbəkələr və s. və s. Əminamanlıq olmayan bir ölkədə, hansısa bir ölkə və yaxud da şirkət oraya sərmayə qoyar, qoymaz. Hətta bu günləri bəzi ölkələrin və yaxud da ölkə başçılarının siyasətlərindəndir ki, böyük bir şəbəkələrə, şirkətlərə şərait yaradırlar öz ölkələrində ki, orada əminamanlıq olsun. Mümkün deyil. Ruzi ilə əminamanlıq bir-birinə bağlanan şeydir. Amma birinci əminamanlıqdır. Allah Teala bütün müsəlman ölkələrinə, xalqlarına əminamanlıq versin, eləcə də bizim ölkəmizə, xalqımıza. Və Allah Subhanahu taala tezliklə Fələstin cəmaatına, Qaz əhlinə də əminamanlıq versin və qələbə zəfər versin onlara, siyonistlər üzərində. Bax, baxın, dua eləyir. Və sonra nə deyir? Başqa duasında nə deyir? Deyir, Allahım, insanların qəlbini bura çevir. Bax, bizim bilənimiz də, bilməyənimiz də, cahilimiz də, alimimiz də, özünüz bilirsiniz də, yəni ki, bu həmişə uşaqlıqdan hamı Kəbəni arzulayır. Bu arzu hardan gəlir bizə? Adamın namazı yox, orucu yox, o yox, bu yox, amma Kəbə arzusundadır. Nə qədər insanlar var ki, deyən namazı, orucu yoxdur, həcə gəliblər ancaq. Çünki o, onların içində var, İbrahim Peyğəmbərin duasıdır. Hər kəs sevir, amma gəlib görəndən sonra lap sevirsən. Artıq şövqlə çalışırsan ki, nəsə eləyəcək ki, təzdən tez yenə gələsən. Bu, təkrar gələn insanlar etiraf eləyə bilərlər. Bu, İbrahim Peyğəmbərin duasıdır. Çünki Allah Teala onun duasını qəbul edib. O ki, Allahın sınaqlarından keçib, Allah onun duasını qəbul edib. İbrahim Peyğəmbərin başında çox böyük imtihanlar gəlib. Baxın, Nəmrud əmr eləyir ki, onu aparın, tonqal qurun, yandırın. O zaman ki, onlar çıxırlar öz bayramlarını eləməyə, İbrahim Peyğəmbər deyir ki, mən xəstəyəm, getmək istəmir. Və onlar gedəndə gəlir, girir onların məbədinə, əlinə bir yekə balta götürür, bütün bütləri əzir, sındırır və baltanı da asır yekə bütün boynundan. Bütpərəstlərin həmcə bir ana büt olub, sonra bala bütləri olub. Asır onun boynundan bütü, baltanı. Çıxır gedir. Çıxır gedir, gəlirlər, görürlər ki, bütlərin qırıblar, dəhşət. Yəni, Allah baxırlar onlarına. Allahların sındırıblar, qırıblar. Dəhşətə gəlirlər. Və deyirlər ki, bunu kim eləyər? Kim eləyər? Ağla gələn bir insan yoxdur. Ümumiyyətlə, o ideologiyada bir insan yoxdur ki, onun ağılına gəlsin ki, bunları sındırmaq lazımdır. Hamı ona ibadət edir, səcdə edir. Səcdə elədiyi kim sındırar? Deyirlər ki, bir dənə oğlan var, ona İbrahim deyirlər. İbrahim deyilən biri var. Amma Allah Teala İbrahimə nə deyir? İnnə İbrahimə kənə ümmə. Deyir, İbrahimdir, bir ümmət idi. İnsanların yanında bir İbrahim deyiləsi bir Allah dərgahına ümmət. Niyə ümmət idi? Çünki təvhid əhli idi. Tək idi, amma ümmət idi. Tək idi, amma haqq üzərində idi. Və ona görə Allah Teala onu ümmət sayır. Bu günlər ümmət var ki, bir kağız qədər dəyəri yoxdur. Amma insan var ki, ümmət qədər dəyəri var. O da İbrahim Peyğəmbər idi.
və yaxud da onun yolunu tərkib edən insanlardır. Həmişə olub belə insanlar olacaqdır. Amma İbrahim kimisi olmayıb olmayacaqlar. İlla ki Muhammed Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. Deyirlər ki, bunu eləsə İbrahim eləyər. Və gedirlər, axtarırlar İbrahim. Çünki niyə görə? İbrahimdə qəribə hallar var. Bayrama da gəlmədi bizdən. Və biz tohiddən danışır həmişə. Dəvət eləyir bizi. Bunu eləsə o eləyər. Bütlərdən minə xoşu gəlməyən odur. Ocaqları, pirləri bəyənməyən odur. O eləyər. Təsəvvür edin, hansısa bir kənddə kimsə insanları tohidə çağırır, orada bir pir var. Sabah durub görürlər ki, pir aşıb. Bəlkə də çürüyüb aşıb. Deyəcəklər ki, o filan kəs var, Vahabi, o gəlib dağıdı bu ocağı. Onlar da elə. Deyirlər ki, bunu eləsə İbrahim eləyir. Gəlib tapırlar İbrahimi. İbrahim deyir ki onlara, deyir ki, məndən niyə soruşursunuz? Bütdən soruşun. Yəni, demək istəyir ki, sizin bu bütləri danışmır, görmür, eşitmir. Deyir, o bütdən soruşun, baş bütdən. O sındırıb olar, balta da onun boğazındadır. Deyirlər ki, o danışa bilir. Deyir, ben danışa bilməyənə niyə ibadət edirsiniz? Bilirlər ki, İbrahim sındırır. Onda deyirlər ki, bunu cəzalandırmaq lazım. Və ən ağır cəzanı vermək lazım. Necə? Yandırmaq. Və bunu elə bir şəkildə yandırmaq lazımdır ki, çünki böyük bir cinayət eləyir. Böyük bir cinayət eləyir. Və bunu elə bir şəkildə yandırmaq lazımdır ki, ibrət aləm olsun, türklər demişkən. Ki, heç kim bir də bu qələti eləməsin, onların dili ilə desək. Və deyirlər ki, bunu yandırmaq və böyük bir tonqal qurub yandırmaq ki, hər yerdə müşahidə olunsun İbrahimin yanmağı. Və götürüb böyük bir tonqal qururlar. Və sonra deyirlər ki, bəs bunu tonqala necə çıxardaq? Deyirlər ki, hə, onların o vaxtları bir döyüş silahları var idi, mancanaq. Mancanaqla daş atırdılar qalaları qırmaq üçün. Və yaxud da orduları dağıtmaq üçün silah növü idi. Deyirlər ki, bunu qoyaq mancanağa və mancanaqla ataq düşsün odun içinə, elə də yansın. Və elə də eləyirlər. Və İbrahim Peyğəmbəri gətirib qoyurlar mancanağın içinə və başlayırlar atmağa. Bu hadisə İbrahimin cavan vaxtında olub. Yəni, bir danışdığımız hadisədir, sonralar olan hadisədir. Sadəcə demək istəyir ki, İbrahim kim olub? Biz tanıyaq həqiqətdə bizim Peyğəmbərlərimiz kimdir? Və İbrahimi mancanaqdan atanda, indi sizcə mancanaq hardan hara qədər ata bilər bir ağır şeyi? Uzağı 100 metr, 50 metr məsafə ata bilər də, düzdür? Və o 100 metr, 50 metr məsafəni İbrahimin mancanaqdan çıxıb gedib oda düşməyi neçə saniyə çəkə bilər? 10 saniyə, düzdür? Misal üçün, biraz az, biraz çox. Və İbrahim Peyğəmbər mancanaqdan açılanda, göydə olanda Cəbrail əleyhissalam gəlir yanına. Deyir, İbrahim, sənə necə kömək eləyir? O da gedir, o da yanır. Deyir, ey İbrahim, sənə necə kömək eləyim? İbrahim deyir ki, Allahın bundan xəbəri var. Deyir, bəli, deyir, Allah mənə yetər. Hasbunallah və ni'məl vəkil. Allah mənə yetər, hasbiyallah və ni'məl vəkil. O necə də gözəl vəkildir. Təsəvvür o saniyələr içində onu fikirləşib qərar vermək mümkün deyil. Sadəcə İbrahim orada qərar vermir. İbrahim sözün deyir. O vaxtda çatdırıb qərar vermək olmaz, düşünmək olmaz. Ona görə deyirdim bir ağlar o saniyələr söhbəti. Niyə görə? Bəli, tohid, o zaten tohiddən ibarət olur. Başqa söz deyə də bilməz o. Deyir ki, Allah bilir. Yəni, Allah bilirsə, sən mənə nə kömək eləyə bilərsən? Allah mənə, baxmayaraq, Cəbraili də Allah göndərmişdir. Mələklər, müti itaətkardırlar. Mələklər öz başına heç nə eləmirlər. Ancaq onlar Allahın əmr elədiyi şey eləyirlər. Bilir Cəbraili də göndərən Allah. Cəbrail neçə Peyğəmbərlərə gəlib kömək eləyir. Lakin o xalisliyi qoruyur. Xalisliyi, Allaha təvəkkülün, yəqinliyin qoruyur. Deyir ki, Allah mənə yetər. Allah da neyinir? Yenə İbrahim üçün bir fiziki qanunu dəyişir. Yandırıb yaxan oda nə əmri ilə Allah Teala? Soyuq ol və nə? Sonra nə ol? Mülayim ol. İbrahimə qarşı mülayim ol. Soyuq və salamat ol. Allah Teala İbrahim üçün yenə saniyələr içində oddan qurtarmır. İbrahim üçün komfort hazırlayır Allah Teala orada. Komfort hazırlayır ki, İbrahim orada nə odun istisi dəysin ona. Bir soyuq ol və salamat ol. Salamat niyə deyir Allah Teala? Yəni onu üşütmə. Subhanallah. Üşütmə. Yəni ki, sadəcə odu soyut ki.
O da onun üçün sərin olsun, amma salamat olsun. Üşüməsin. İbrahim elə bir şeyi haqq eləyib ki, o əziyyət çəkməli deyil. Subhanallah, Allahın verdiyi dərəcəyə bax. Ona görə təvəkkül nə qədər böyük olarsa, o qədər də Allahın köməyi böyük olar. Təvəkkül nə qədər gözəl olarsa, mükafatı da bir o qədər gözəl olar. Və gəlir düşür odun içinə və od yanır, qutarır. Subhanallah. İbrahim başlayır yeriyə düşməyə. Cəmaət dəhşətə gəlir ki, bu yandı da, od yandı, qutardı. O boyda tonqal yandı, əridi, qutardı. Məsələn, odunu yandıran, niyə görə bu insanı yandırmadı? Məyər bu ətdən, sümükdən, tükdən ibarət deyil? Bu niyə yanmadı? Ondan sonra İbrahimin işləri olmur. Toxunmurlar. Bilirlər ki, nəsə bunda bir qeyri-adi bir şey var. O adi bir şey. Sadəcə bütlərlə düşmənçilik deyil bu. Burada qeyri-adi bir şey. Nə sehirdə gördükləri bir şey idi, nə özlərinin real həyatda yaşadığı, gördükləri hadisələrdən sıradan bir hadisə deyil idi. Bütlər zaten lal, kör, kar bütlərdir, yeməyən, içməyən bütlərdir. Onlardan zaten heç vaxt bir haray olmayıb, bir səs belə gəlməyib. Ona görə artıq İbrahimə toxunmurlar. Ondan sonra İbrahim başlayır, onlarla aram-aram, onlara diyaloqlar qurmağa, Quran-ı Kərimdə o diyaloqlar gəlir. Gözəl şəkildə İbrahim Peyğəmbər onları başlayır dəvət eləməyə, söhbət eləməyə. Və İbrahim Peyğəmbər də Məhəmməd Peyğəmbər sallallahu aleyhi ve səlləmin babasıdır. Həmin Bəni İsrailin babasıdır, Sara qolundan. Bu yandan da ərəblərin babasıdır, İsmailin qolundan. Və Peyğəmbərimiz sallallahu aleyhi ve səlləm də İsmail qolundan İbrahimin oğlanlarından sayılır. Səhv eləmirəmsə Bəni Kənənə olur, həmin o Yəmən qəbiləsinin adı. Və Peyğəmbərimiz sallallahu aleyhi ve səlləm də dünyaya gəlir. Onun çox da maraqlı bir sirası, həm də qəribə, həm də ağır bir sirası var, yəni həyat tərzi var. Əgər yorucu deyilsə, biraz da ondan danışaq. Yorulub dincəlmək istəyirsə qalsın. Demək, Peyğəmbərimiz sallallahu aleyhi ve səlləm həmin o Məkkə şəhərində dünyaya gəlir. Anasının adı nə olur Peyğəmbərimiz sallallahu aleyhi ve səlləm? Kim deyər? Əminə. Atasının adı nə olur? Abdullah. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm dünyaya gəlmədən öncə atası dünyasını dəyişir. Dünyaya gələndən sonra ərəblərdə belə bir adət var idi. Zadəgəl ailələr uşaqları cəsarətli, möhkəm və sağlam və həmçinin də bəlağətli böyücüsünlər deyə uşaqları bədəvlərə verirdilər. Və həcə gələn ərəblər, müşrik ərəblərdə mı gəlib həcc edirlər? Həcə gələn ərəblər özləri ilə gedəndə həmin zadəgən ailələrin uşaqlarını götürüb kira müqabilində, ücrət müqabilində götürüb aparırlar. Öz yanlarında böyüdürürlər 3 il, 4 il, 5 il, sonra gətirib qaytarırlar valideynlərinə. Demək, həmin o gələn zəvvarlardan da biri Həlimə adında bir xanım olur və gəlir Peyğəmbər sallallahu aleyhi ve sellem onun payına düşür. Və verirlər ona, götürür, aparır öz bölgələrinə və orada Peyğəmbər sallallahu aleyhi ve sellem uşaq ikən başqa uşaqlardan fərqli olur. Çox fərqli olur. Həlimə heyran olur onun davranışlarına, danışığına, hərəkətlərinə ki, sıradan uşaq kimi olmur. Və Peyğəmbər sallallahu aleyhi ve sellem bir dəfə uşaqlarla oynayan vaxtı çox qəribə bir hadisə baş verir. Allahın əmri ilə Cəbrail aleyhissalam gəlir, qızıldan bir tazda, zəmzəm suyu ilə gəlir uşaqların içindən Peyğəmbər sallallahu aleyhi ve sellemi götürür, çəkir kənara. Uşaqlar baxır amma görürlər. Və götürür onun qəlbini kəsir. Sinəsini kəsir, qəlbini çıxardır. Və həmin o qızıl tasda gətirdiyi zəmzəm suyu ilə onun qəlbini yuyur. Hər kəsin qəlbində qara xal var. Qıl deyilir ona, qıl. O bizim bu günlər qəlbimizdə olan kin, həsəd, paxıllıq, hamısı o qara nöqtədən gəlir. Sadəcə kimində çoxdur, kimində azdır. Kim onu gizlədir, kim onu açır. Amma hər kəsin qəlbində var. Sadəcə Allah onu qiyamət günü cənnətə girən cənnət əhlinin qəlbindən çıxardacaq. Orada qadınlar qısqanmayacaq, heç kəs, insanlar biri-birini qısqanmayacaq, hamı mehriban dost bir-birini sevəcək. Çünki o qəlbdəki qara nöqtə yoxdur. Peyğəmbərimiz sallallahu aleyhi ve səlləmin də qəlbində əgər o qara nöqtə qalsaydı, çünki o da insandır, bəşərdir. Qul innəmə ənə bəşərun mislukum. Ey Peyğəmbər, de ki, mən də sizin ki bir bəşərəm. O bəşəriyyətdə olan xislətlərdən də biri qəlbdəki qara nöqtədir. Amma o qara nöqtə ilə o dəvət eləyə bilməzdi, Peyğəmbər ola bilməzdi, o Peyğəmbər ola bilməzdi. Ona görə Allah Teala uşaq ikən Cəbrail aleyhissalam əmr edir ki, gedib onun sinəsini yarıb, o qara ləkəni çıxarsın. İndi deyir ya ürək əməliyyatı, açıq ürək əməliyyatı. Cəbrail aleyhissalam həqiqi mənada Peyğəmbər sallallahu aleyhi ve sellem üstündə açıq ürək əməliyyatı aparır. Götürür onun qəlbindəki
qan ləkəsin, o qara ləkəni çıxardır oradan. Və çıxardır, sonra tikir, sağaldır onu və gedir. Və bu hadisəni uşaqlar gəlirlər, Həlimiyə danışırlar, Həlimə qorxur. Və ərinə danışır, qorxurlar. Deyirlər ki, bu uşaq əmanətdir və böyük bir nəcib ailənin evladıdır. Əgər bunun başına bir şey gəlsə, biz onlara cavab verə bilmərik. Bilmirlər axı söhbət nədir? Bilmirlər Allah təala onu hazırlayır. Gələn Cəbrail əleyhissalam bir sıradan bir adam idi. Gəldi, onun sinəsini yardı, nəsə elədi, getdi. Və dərhal götürürlər, qaytarırlar onu Məkkəyə, gətirib təhvil verirlər. Və artıq anası da dünyasını dəyişmişdi Peyğəmbərimiz sallallahu aleyhi ve səlləmin. Və gətirib verirlər kimə? Babasına. Gətirib verirlər babasına. Abdülmuttalibə. Abdülmuttalib də bir müddət Peyğəmbərimiz sallallahu aleyhi ve səlləmi saxlayır. Sonra verirlər kimə? Əmsi Abu Talibə. Sonra da əmsi Abu Talib onu saxlayır. Ən uzun müddət onun yanında qalır, onun yanında böyüyür. Ona görə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Əli ibn Abu Taliblə qardaş kimi idi. Baxmayaraq əmi oğludular, amma qardaş kimidirlər. Çünki bir evdə yaşayıb böyüyüblər. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem öz cavanlığından, gəncliyindən insanlar arasında çox böyük bir hörmət qazanır. Çünki onun qəlbindəki o qara ləkə yoxdur. Ona görə elədiyi bütün hərəkətlər, davranışlar insanlar tərəfindən hörmət gətirir. İnsanı sevirlər. Hətta ona ad verirlər, Əmin. Muhammed Əmin deyirlər ona. Ərəblərdə adət idi ləqəb vermək. Deyirlər ki, bu Muhammed Əmindir. Və eşitdiyimə görə ilk dəfə Muhammed adı Peyğəmbərimiz sallallahu aleyhi ve sellemə verilib. Ərəblərdə heç vaxt belə bir adı olmuyor. Və hətta o qədər əmin bir insan olur ki, insanlar bütün şeylərini ona etibar eləyirlər. Hətta Məkkədə bir dəfə Məkkəni təmir eləyirlər. Ərəb qəbilələri yığışırlar, qəbilə başçıları, o vaxtki Məkkənin oliqarx kişiləri və Kəbəni təmir eləyirlər. Öz pulları ilə, tutduqları fəhlələrlə, qulları ilə Kəbəni təmir eləyirlər və bununla özlərinə şərəf bilirlər. Bu gün də Məkkə cəmaatı özünə ən böyük bildiyi şərəf Kəbiyə xidmətləridir. Mənim burada bir neçə dostlarım var, tanışlarım var. Onlar deyirlər ki, bizim deyir, özümüzə bildiyimiz ən böyük şərəf buranın biz xadimləriyik. Bizim vəzifəmiz burada nə olur olsun, hamımız biz özümüzü həclərə xadim sayırıq, Kəbiyə xadim sayırıq. Ona görə hətta kralın da ləqəbi nədir? Xadimul Harameyn və Şərifeyn. İki, Şərif Haramın xadimi, xidmətçisi. Yəni, o onlar üçün ən böyük bir tituldur. Və onlar istəyirlər ki, Kəbəni tikirlər, təmir eləyirlər, Qaradaşı qoymaq yerinə gəlirlər. Mübahisə düşür ki, Qaradaşı kim qoysun Kəbənin küncünə? Təsəvvür eləyin, Məkkənin ən başda gedən insanları hökm verməyə arasında mübahisə eləyirlər. Bu dəmdə kənardan görürlər ki, Muhammed sallallahu aleyhi ve sellem, onda cavan oğlan olur, 30 civarlarında yaşı olur. Və gəlir, deyirlər ki, qoy bizim aramızda Muhammed Əmin hökm versin, çünki o ədalətli insandır. Siz təsəvvür edirsiniz, bu nə deməkdir? Sıradan bir zaman həmin bölgənin ən zadəgan insanlarına gəlib hökm verəcək. Və gəlir, o da ağıllı oğlan olur da. Allah'tan onu deyir, uşaqlıqdan hazırlayır, müdrik insan olur. Və gəlir, deyir ki, gəlin bir parçanı sərin yerə və o Qaradaşı qoyun parçanın üzərinə, hər qəbilə nümayəndəsi parçanın bir tərəfindən qaldırsın, götürün, sonra deyir, mən də daşı götürüb qoyaram yerinə. Subhanallah, ən şərəfli işi özünüz görür. Bu da həmin o qəbilələrdən biri daxil. Həm də mübahisəni həll edir. Desə, yəni Qaradaşı sən götür, mübahisə düşəcək. Görün, bax, burada əsas söhbətimə şahid bunu tutmaq istəyirəm az öncə dediyim sözə, az sonra deyəcəyim sözə. Onunla razılaşırlar. Və deyirlər ki, yəni onu layiq bilirlər. Və deyirlər, sən qoy. Və Peyğəmbər sallallahu aleyhi ve sellem Qaradaşı özəli ilə gətirir, qoyur, şərafətli əlləri ilə gətirir, qoyur, bəli, o Kəbənin küncünə. Qoyur orada, təmiri tamamlayırlar. Bax, həmin insan, o etibarın sahibi olan insan, hansı ki, Məkkənin ən zadəcan qadınlarından olan və zəngin qadınlarından olan Xədicə anamız, Allah ondan razı olsun, o özü Peyğəmbər sallallahu aleyhi ve sellemə elçi göndərir. Özü ona evlilik təklif edir. O boyda etibarı olur onun. Və Peyğəmbər sallallahu aleyhi ve sellem geri qaytarmır. Deyir ki, sən onun təklifinədir, heç kimi yox deməz, qəbul edir onun təklifini. Və bir müddət keçəndən sonra Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Məkkədə gördüyü hadisələrlə oradakı cəmiyyətdəki
əxlaqla barışa bilmir. Ən birinci barışa bilmədiyi şey onların bütlərə ibadət eləməsi olur. Ağlı dərk eləmir. Çünki Allah Teala insanları fitrətinə tövhid qoyub. Onun fitrəti salamat idi. Allah Teala Araf surəsində var. Deyir ki, biz Adəmin belindən, sülbündən onun zürriyyətini çıxartdıq. Yəni qiyamətə qədər Adəm belindən nə qədər zürriyyət gələcəksə, bu bir belə deyək də kodlaşdırılmış kimi də desək bugünkü dillə, nədirsə keyfiyyətini Allah bilir. Allah Teala onun zürriyyətini çıxardı sülbündən. Qiyamətə qədər nə qədər adam əkilib doğulacaqsa, Allah Teala hamısını çıxardır, yığır bir sahəyə onları. İnsan şəklində. Bu günə qədər yaşayıb və bundan sonra yaşayacaq insanların hamısı. Və deyir ki, mən sizin Rəbbiniz deyiləmmi? Deyirlər, bəli. Sən bizim Rəbbimiz. Allah deyir, biz onu ona görə elədik ki, sonra onlar deməsinlər ki, biz ata-babalarımızı belə görmüşük. Bu Allahın varlığına, təkliyinə olan bir şəhadət ki, Allah onlardan əhd alıb. Fitrəti korlanmayan insanın fitrəti budur. Fitrət korlana da bilir, bəli, korlanır. Necə korlanır? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, hər bir uşaq dünyaya müsəlman olaraq gəlir. Lakin ata-anası onu ya Yahudi, ya Məcusi, ya da Xristiyan eləyir. Amma demədi ki, müsəlman eləyir. Çünki fitrət İslamdır. Fitrət müsəlmandır, tək Allahlıdır, təslimiyyətdir. Və Peyğəmbər sallallahu aleyhi ve sellem bu fitrəti üzərində olduğundan dolayı bu şeylərlə barışa bilmir. Və güclünün zəifin əzməyi ilə barışa bilmir. Sələm mübadiləsi ilə barışa bilmir. Qız uşaqlarının diri-diri bastırılması ilə barışa bilmir. İnsanların, qadınların əzilməsi ilə barışa bilmir. Cürbəcür saxta yollarla, nikah qanunları ilə barışa bilmir. Qumarla barışa bilmir. Təkəbbürlü ilə barışa bilmir. Və ona görə neyiniyir? Cəmiyyətdən üst çevirir. Üst çevirir, hara gedir? Hara getsə həmin cəmiyyətdir, həmin insanlardır. Hara gedir? Çıxır Hira dağına, girir mağaraya. Başlayır oturmağa orada. Oturub neyinir? Allahla vəhiyi yox, əlaqəsi yox, bir şeyi yox, sıradan bir insandır. Gedir oturur dağda. Niyə oturur orada? Təkli istəyir, sakitlik istəyir, bu iyrəncliyi görmək istəmir. Gedir oturur o dağın içində mağarada, başlayır düşünməyə. Bu niyə görə belədir? Bunun həlli yolu nədir? Bu əslində belə olmalı deyil. Gedir oturur, fikirləşir, sonra durur, gəlir. Düz bir ay. Bir ay gedir mağarada oturur, gəlir. Özə mağaranın yolun görəsi çətindir, asan deyil, dağın təpəsindədir. Hələm-hələm adamlar oraya çıxa bilmirlər. Bu münvanla Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bir ay gedir, oturur, gəlir. Artıq evdə zövcəsi də bilir ki, bunun dərdi nədir? Barışa bilmir cəmiyyətlə. Və bir dəfə mağaranın içində oturduğu bir vaxt, bu zaman bir insan girir. İnsan formasında birisi girir içəri. Və bu da kim olur? Cəbrail aleyhissalam. Və girir içəri. Peyğəmbər sallallahu aleyhi ve sellem qorxur, üşənir. Və səsi də heybətlidir. Və gəlir, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir ki, oxu. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem ummi olur. Oxumağı, yazmağı bilməyən birisi olur. Bədəvilər, ərəblər o zamanda hamısı eləyir. Sadəcə onlarda istedad nə idi? Sinədən qəzəl demək, şeir demək. Bəlağət, danışıq. Amma oxumağı, yazmağı bilmirdilər. Deyir ki, ey Muhammed, oxu. Deyir ki, mən oxumağı bilmirəm axı. Qorxa-qorxa deyir, mən oxumağı bilmirəm axı. Cəbrail aleyhissalam gəlir, tutur Peyğəmbərimiz sallallahu aleyhi ve sellemi sıxır. Az qalan nəfəsi kəsilənə yaxın buraxır. Tam taqətsiz bir halda. Deyir ki, ey Muhammed, oxu. Deyir ki, mən oxumağı bilmirəm axı. Təzdən tutur, sıxır. Sıxır, yenə nəfəsi kəsilənə qədər sıxır. Sonra buraxır, deyir, oxu. Üçüncüdə buraxır Peyğəmbər sallallahu aleyhi ve sellem tam taqətsiz qalır yerdə. Deyir, iqra, bismi rabbikəlləzi xalaq. Xalaqal insənə min alaq. Və həmin o Ələq surəsi ilk 5 ayəsi nazil eləyir. Və sonra çıxır gedir. Və Peyğəmbər sallallahu aleyhi ve sellem qalır yerdə. Tam taqətsiz bir vəziyyətdə. Və qalır və başlayır bu ayətləri özündə təkrarlamağa. Bu Ələq surəsinin 5 ayəsini özlüyündə təkrarlamağa. Artıq çünki əmr olundu və bu şəkildə, yəni ki, onu məcburən sıxılaraq əmr olundu ki, sən oxumalısan. Və o da artıq başqa bir seçim yolu qalmadı. Başladı oxumağa, gördü oxuya bilir. Oxudu artıq, təkrarlaya bilir. Başlayır təkrarlamağa, başlayır bunu oxumağa özü üçün. Və bir müddət özünə gəldikdən sonra
çıxır yola düzəlir, çox təşvişli bir halda başlayır getməyə. Başlayır getməyə, bu zaman səmadan yenə səs gəlir. İqra, oxu əmri. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, başımı qaldırdım səmaya və hara baxdımsa, gördüm ki, Cəbrail aleyhissalam gəlib 600 min qanadı ilə. 600 min qanadı ilə bütün üfüqü tutmuşdu. Üfüqü tutmaq bilirsiniz nə deməkdir? Hara baxırdımsa, deyir, Cəbraili görürdüm. Hara baxırdım, Cəbraili görürdüm. Və Peyğəmbər sallallahu aleyhi ve sellem gəlir, çox üzgün bir vəziyyətdə, üşüdərək, titriyərək və zövcəsinə deyir ki, zəmmiruni, zəmmiruni, üstümü örtün, dəstiruni, dəstiruni, məni bürüyün, bürüyün. Və bir müddət yatır elə evdə. Xədicə anamız gəlir, deyir ki, sənə nə olub belə? Deyir ki, mənim başıma belə bir hadisə gəldi. Deyir ki, qorxma, deyir, Allah sənə əzab verməz. Sən yetimlərə, başlarına sığal çəkən, kasıbların qayğısını çəkən, yolda qalanlara yol göstərən, insanlara mərhəmət edən bir insansan. Allah sənə heç vaxt zülm etməz. Allah sənə heç vaxt əzab verməz. İnşallah ki, Allahın köməyi gələcək, darıxma. Və bu da çox qeyri-adi bir hadisə olduğuna görə və özlərinin də ərəbləri bu barədə heç bir elmi olmadığına görə, çünki ərəblərdə çox Peyğəmbər gəlməyib baxır. Deyir, mənim bir əmmi oğul var, Nofəl ibn Varaqa, o xristiyan olur. Deyir ki, o elmlidir, onlar alim sayılırlar o vaxt. Deyir, gedək onun yanına, sənin vəziyyətimə bir çıxış yolu desin. Və gedirlər orada, Peyğəmbər sallallahu aleyhi ve sellem başına gələn hadisələri danışır. Deyir ki, sənə gələn bu ruhdur, namusdur. Deyir, o nədir? Deyir, o Cəbrail adında bir mələkdir ki, bütün peyğəmbərlərə vəhiy gətirir. Və Allah Taala'nın səni seçib elçi göndərir. Və son göndərilən elçi ki, bütün əvvəlki səmavi kitablarda onun xəbəri verilmişdi. Çox güman ki, o sən olassan. Və sonra deyir ki, kaş mən də qövmün səni buradan, yurdundan çıxartdığı vaxtı yanında olub sənə kömək eləyərdim. Peyğəmbər sallallahu aleyhi ve sellem təəccüblənir. Yəni, oliqarxlar bununla məsləhətləşir, bu sözü ilə hərəkət eləyirlər. Bu da deyir ki, bunlar səni yurdundan çıxardacaq, üst-üstə düşmür. Deyir ki, qövmün məni yurdumdan çıxardacaq. Deyir ki, sənin gətirdiyini gətirən elə bir peyğəmbər olmayıb ki, onu yurdundan çıxartmasınlar. Və Peyğəmbər sallallahu aleyhi ve sellem biraz da üzülür. Və gəlir evə, yenə də o dəhşətli, qorxulu vəziyyətində qalır. Və sonra Allah Teala Müzzəmmil surəsini əmr eləyir. Ya eyyuhəl müzzəmmil, qum fə ənzir, ey əbasına bürlən, qalx və qorxud. Və sonra Peyğəmbər sallallahu aleyhi ve sellem yenə gedir dağa. Yenə gedir dağa, gözləyir ki, Allah Teala yenə buna vəhiy eləsin. Allah Teala mələk gəlsin, buna yenə nələrsə desin. Və mağaradan qaydanda bir gördüm səs gəlir. Çağırırlar məni. Bir sağa baxdım, heç kim yox. Sola baxdım, heç kim yox. Önə baxdım, heç kim yox. Arxaya baxdım, heç kim yox. Bir də səmaya baxdım ki, gördüm Cəbrail aleyhissalam gəlib, yerlə göy arasında oturub bir kürsüdə. Və oradan mənə ki, ya eyyuhəl muddəssir, deyir, ey əbasına bürlən. Get, insanları qorxud. Get, insanları qorxud. Müddəssir də, müzzəmmil də əbasına və yaxud da ətəyinə bürlən kimi mənaları ifadə eləyir. Və ondan sonra artıq Peyğəmbərə risalət verilir. Birincidə alimlər deyirlər ki, Aləq surəsi ilə nübuvvat verilir, Peyğəmbərlik verilir. Risaləti təbliğ eləməklə ki, müddəssir, müzzəmmil surələri gəlir. Onunla isə Allah Teala artıq ona nəyi verir? Risaləti, rasulluq eləyir onu. Artıq əmr eləyir ki, ged insanları qorxud. Sonra da ayənlər ki, ged əşiratını, qohumlarını, əqrabanı, ən yaxın insanlarını qorxud. O zaman Peyğəmbər sallallahu aleyhi ve sellem hələ bu barədə heç kimə heç də deməmişdilər. Və gəlir, çıxır Safa dağının üzərinə və insanları yığır, çağırır. Ey filan qəbilə, ey filan qəbilə, ey filan qəbilə, bəni fulən, bəni fulən, gəlin topalaşın bura. Hamısı gəlirlər, yığışırlar və Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, əgər mən sizə desəm ki, bu dağın arxasında bir ordu gəlir, sizinlə vuruşmağa inanarsınız, deyirlər ki, xeyr, sən heç vaxt bizə yalan danışmamışsan. Amma sual qeyri-adi bir sualdır, real sual deyil. Niyə görə? Çünki bunlara qoşun gələ bilməz bunlarla vuruşmağa. Bunların bir toxunulmazlığı var. Az öncə Əbu Rəhəb fillərlə, dünyanın ən böyük ordusu ilə, ən qorxulu ordusu ilə gəlmişdi fillərlə. Kəbəni uçurtmağa və oradakı malı dövləti, qəniməti götürüb apartmağa və Allah Teala onların başına balaca quşlarla dəstə göndərdi və o quşlar ayaqlarında daşdığı noxud boyda daşlarla filləri yerlə yeksan elədi. Ondan sonra orada oldu toxunulmaz bir bölgə
Ona görə orada yaşayan insanlara Qureyş adı verildi. Qureyşlər dedilər bunlar. Niyə görə? Qureyş qırç sözündən götürülüb. Akula deməkdir. Bizə köpək balığı. Köpək balığı elə bir balıqdır ki, bütün balıqları yeyir, heç bir balıq onu yeyə bilmir. Ona görə o qəbiləyə Qureyş adı verildi ki, bunlar hamı ilə müharibə eləyə bilsə də, eləsələr də heç kəs bunlarla vuruşa bilməz. Çünki bunlar toxunulmazdır. Niyə görə? Məkkə sakinləridir. Məkkiyə görə. Və deyir ki, mən sizə desəm ordu gəlir inanarsa, deyir sən desin inanarım. Təsəvvür eləyin. Deyir, yaxşı, elə isə mən Allahın Rasuluyam. Allah Teala sizə əmr eləyir ki, tək ona ibadət eləyəsiniz. Ondan başqa ibadətə haqqı olan məbud yoxdur və mən də onun Rasuluyam. Və artıq o vaxtdan insanlar onu təksib eləməyə başladılar. İlk olaraq öz əmsi Əbu Ləhəb və onun zövcəsi hətta alay elədilər. Peyğəmbər sallallahu əleyhi və səlləm məsxəriyə qoydular. Və sonra böyük əziyyətlər, işgəncələr verdilər ona. Bax, bayaq dediklərim ona görə idi ki, insan o cürlə əmin tanındığı halına baxmayaraq, risaləti gətirəndə neylərlə onu təksib elədilər. Sonra başladılar onu sehirbaz deməyə, məcnun deməyə, dəli deməyə, şair deməyə, əsatirül əvvəlin əvvəlki yazılanları tapıb oğurlayıb, sonra insanlara saxta yolla təbliğ eləmiş kimi onu qələmə verməyə çağırdılar. Hansı ki, cavan yaşında hər şey onunla razılaşırdılar. Xədicə kimi anamız özü onu evlənməyi təklif eləmişdi. Hər bir bahalı əmanətlərin, qiymətli əşyaların gəlib ona əmanət edirlər bir yerə gedəndə. Ağıllı insanlar dedilər ki, insanları aldatmayan insan Allahın adından yalan danışa bilməz. Amma belə ağılsız cahillər isə nə dedilər? Dedilər ki, bu sehirbazdır, cadugardır, yalancı demədilər ona. Dedilər ki, dəlidir, məcnundur, şairdir. Lakin Allah Teala Quran-ı həmişə onu təmizə çıxardır. Və onlar nə adlar qoşur, Allah Teala hamısından onu təmizləyir. Bir olsa dəli dedi, məcnun dedi, şair dedi və s. və s. Allah Teala dedi, Allah Teala əvvəlkiləri danışır, hamısı onu bəraət verir. Təmizləyir, onun qəlbinə təskinlik verir. Yəni, deyirsə, bunlarla özünü narahat edin, sən risalətini təbliğ elə yine. Və Peyğəmbər sallallahu əleyhi və səlləm belə təbliğ eləyir. Sonra çətin mərhələlər keçirilir. Bir müddətdən sonra Xədicə anamız dünyasını dəyişir. Sonra Abu Talib, hansı ki ona himayədar duran Məkkənin ali insanlarından idi, o dünyasını dəyişir. Sonra onu blokadiya alırlar, onu boykot eləyirlər. Və onun ətrafında olan insanları boykot eləyirlər. Peyğəmbər sallallahu əleyhi və səlləm üst tutur Taifə, Taifdə onu daşqalaq eləyirlər. Gəlir, yenə ümidin üzmür ki, kimisə axır dəvət eləmədə, bunlar icabət eləmir. Kimsə bu yola dəvət eləməlidir. Ondan sonra Mədinə cəmaatının Yəsrib əhlin, onları Aqaba böyük, Aqaba kiçik görüşləri olur, onlarla Aqaba deyilən yerdə Aqaba görüşləri olur və onları dəvəti onlar qəbul eləyirlər. Və onların yanına Peyğəmbər sallallahu əleyhi və səlləm müəllimlər göndərir. Musab bin Umeyr kimi müəllimlər gedir onları dəvət eləsinlər. Onları orada öyrətsinlər. Quranı, dinin əhkamlarını və s. Və sonra onlar İslamı qəbul eləyir. Peyğəmbər sallallahu əleyhi və səlləm dəvət eləyirlər. Peyğəmbər sallallahu əleyhi və səlləm buradan hicrət eləyir, çıxır. Buradan çıxanda Peyğəmbər sallallahu əleyhi və səlləm həyatında başına gələn ən ağır hadisələrdən də biri Məkkəni tərk eləmək idi. Və çıxanda üzün çevirir Məkkiyə. Üzün çevirir, deyir ki, ey Məkkə, Allaha and olsun, mən bilirəm ki, sən yer üzündə Allaha ən sevimli olan bir torpaqsan. Lakin sənin qövmün məni buradan çıxartmasıydı, mən heç vaxt buradan çıxmazdım. Və Peyğəmbər sallallahu əleyhi və səlləm çox qəmgin halda çıxır gedir. Sual yaransa ki, niyə görə bura gəlmədi sonra? Çünki Mədinəlilərə əhd vermişdi. O əhdi qorumaq üçün Məkkə fəth olunandan sonra orada qaldı. Həmçinin Allah Teala Məkkəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə döyüşsüz, savaşsız, toy bayramla fəthin nəsib elədi. İnnə fətəhnəkə fəthən mubinə, biz sənə böyük bir fəthi bəxş eləyəcəyik. Və eləcə də verdi onu. Və Peyğəmbər sallallahu əleyhi və səlləm həyatı çox genişdir, çox böyükdür, orada çox dərin hadisələr var. Sadəcə bizim bugün burada Məkkədə olmağımız, ümrə ziyaratımızla bağlı olan əsas hadisələri çalışdım. Sizin diqqətinizə çatdırım ki, elədiyimiz ibadətin mənasını bilək, idrak eləyək ki, biz niyə görə Safa Mərvada qaçırıq, niyə görə ehram paltarı geyirik, niyə görə həcə gələnlər şeytana daş atır və s. digər əhkamlar falan. İnşallah ki, Allah sizlərə həcc ziyarətdən nəsib eləsin ki, həcc barədə daha geniş məlumat alıb, gözəl şəkildə onu nəsib eləyəsiniz. Allah Teala bizlərin bütün ibadətlərimizi bizdən qəbul eləsin və sizlərə ailənizlə, evladlarınızla gəlib buranı tez-tez ziyarət eləmək Allah nəsib eləsin və bizim gələ bilməyən digər qardaş bacılarımıza da Allah Teala nəsib eləsin. Allah Teala xəstələrimizə şəfa versin.
Allah Teala sıxıntıda olan müsəlmanlara fərac versin. Allah Teala borcu olan qardaşlarımızın borclarını qaytarmaqda onlara yardımcı olsun. Allah Teala evladı olmayan qardaşlarımıza salih evladlar nəsib eləsin. Allah Teala ölkəmizə, xalqımıza sülh, əmin-amanlıq, bol-bol ruzi, bərəkət versin. Və Allah Teala sərhədlərimizin bərpasında ölkəmizə, xalqımıza, ölkə başçımıza yardımcı olsun. Allah Teala bizim ölkəni və bütün müsəlman ölkələrin sülh, əmin-amanlıq bir diyar etsin. Allah Teala Filistin, Gazze əhlinə də tezliklə fərac versin. Allah Subhanahu Teala oradakı siyonistlərdən müsəlmanların intiqamını alsın və müsəlmanları Allah Teala hər yerdə ucaltsın və izzətləndirsin. Şirki, küfrü və şirk və küfr əhlini isə Allah Teala hər yerdə alçaltsın və məhv eləsin. Həqiqətən Allah Subhanahu Teala hər şeyə qadir olandır və Allah Teala dualara cavab verəndir. Subhanə rabbikə rabbil izzəti amma yasifun və selamun aləl mursalin velhamdülillahi rabbil alemin. Allah razı olsun.